Belə, keçirik dərsimizə. Mən sizə söz verdiyim kimi ilk öncə isim bölməsinin izahını başlayacağım. İsim bölməsinin izahı üçün ən yaxşı, ən birinci nə etməlisiniz? İsmə aid terminlərin izahını bilməlisiniz. İlk öncə, singular tək isimlər deməkdir. Noun isim deməkdir. Singular nouns tək isimlər. Plural nouns cəm isimlər. Simple nouns sadə isimlər. Derivative nouns düzəltmə isimlər. Compound nouns mürəkkəb isimlər. Common nouns ümumi isimlər. Proper nouns xüsusi isimlər. Countable nouns sayıla bilən isimlər. Uncountable nouns sayıla bilməyən isimlər. Collective nouns toplu isimlər. Concrete nouns konkret isimlər. Abstract nouns mücərrəd isimlər. Possessive case və yaxud da genitive case yiyəlik hal. Noun forming suffix isimcadan şəkilçilər. İndi isə keçək bunların bir-bir izahını verək. Deməli, dedim ki, ismin quruluşuna görə 3 dənə növ var. Simple, sadə isimlər bir kökdən ibarət olur. Məsələn, book, kitab, finger, barmaq. Think deyə bir söz yoxdur deyə finger sözü sadə isim olur. Instrument, instru deyə bir söz yoxdur deyə instrument sözü sadə sözdür. Və ya document, docu deyə bir söz olmadığına görə document sözü sadə sözdür. Sonra var dedi düzəltmə isimlər. İsimlərin düzəltmə isimləri bilmək üçün ilk öncə isim düzəldən şəkilçilərin hamısını əzbər bilmək lazımdır. Baxırdım görüm burada şəkilçilər harda yazmışam. Okey, gəlin belə eləyək. Deməli, suffix. Suffixlərdən və prefixlərdən ibarət ən çox imtahana düşür suffixlərlə bağlı olanlar. Məsəl üçün, çoxdur bunlar. Kitablarda, istənilən kitablarda var. Zəhmət olmasa hər kəs səsi bağlasın ki, mənim səsim exa verməsin. Meant, hood, dom. Mən zaten dərsi qutaranda sizin suallarınız üçün vaxt və icazə verəcəm. Bütün suallarınızı cavablayacağım. İlk öncə mən dərsi qutarım, sonra kim harda sualı varsa qeyd götürsün, orana da izahını verəcəm. Meant, hood, dom, air, or, are, ing, sheep, və sair, etc. Çoxdur isimcədən şəkilçilər, bunları nə etmək lazımdır? Əzbərləmək lazımdır. Şəkilçi sayəsində siz o sözün düzəltmə olduğunu müəyyənləşdirə bilirsiniz. Məsəl üçün, teach sözü öyrətmək deməkdir. Teach, öyrətmək. Amma ona er artıranda olur teacher, müəllim. Və yaxud ki, student sözü, study sözü təhsil almaq deməkdir. Student, ona end artıranda olur, y düşür, end ardında olur student, şagird sözü. Sözdən və şəkilçidən ibarətdir düzəltmələr. Sonra var mürəkkəblər, compound nouns. Ən az 2 dənə ismin birləşməsindən yaranır. Burada necə ola bilir? Deməli, mürəkkəblər kiçik yazıla bilir, ayrı yazıla bilir. Məsəl üçün, apple, tree. Bir də ki, dəfsinə yazıla bilir. Məsələn, sister in love. Sister in love. Love. Bu şəkildə ola bilir. Mürəkkəb sözlər də bu şəkildədir. Bunların bəhcəmləməsi necə olur? Əgər bitişik yazılarsa, sözün sonuna s artırırıq. Books, məsələn, bookshops, kitab mağazaları. Əgər ayrı yazılarsa, ikinci sözü artırıq. Apple trees, alma ağacları. Yox, defslə yazılarsa, defslə yazılan sözdə isim varsa, ismi artırır. Məsələn, sister in love sözdən sister isimdir. Mən nə artırıram? Sister artırıram. Sisters in love, baldızlar. Amma əgər isim yoxdursa, məsəl üçün, merry go round. Merry go round. Merry go round sözündə merry evlənməkdir, şən şaddır, go getməkdir, round fırlamaqdır. Amma üçü birləşəndə karusel olur. Bunlarda s-i sonuncuya artıracaq cəmlik halını düzəltmək üçün. Deməli belə, əgər isim varsa isimə, isim yoxsa son sözü artırırıq. Sonra var dedik biz isimlər, deməli, common ümumi isimlər ola bilir, proper xüsusi isimlər ola bilir. Ümumi isimlər sözün Azərbaycanda olduğu kimi də, yəni məsələn, boy, oğlan deyirəm, ağlıma bir şey oğlan gəlir. Bu ümumidir. Amma xüsusi isimlə böyük hərflə yazılır, nəyəsə adları olur. Bir də bizdən fərq odur, ingilislərlə Azərbaycanlıların fərq odur ki, bizdə ay və həftə adları, yəni yanvar, fevral və yaxud da ki, Hüseyin nəsə demək istəyir. Başa düşmədim bunu. Başa düşmədim, bir şey olur. Nə demək? Ay, uşaqlar, problem var nəsə səsimdə, görüntüdə və s. Xeyr, müəllimə yoxdur.
Ha, bir saniye görün bu qrupda olan nədir o zaman? Deyil. Ha, bir saniye görün bu qrupda problem nədir o zaman? Mən açdım ki, buranı problem olarsa yazsınlar deyə. Bu da anlamıram ki, nə olub. Burada kim söhbət nəyə yaradıb? Okey. Yaxşı. Gəl biz davam edək. Deməli. Aha. Dedik ki, ay və həftə adları bizim dildə ümumi olsa da ingilis dilində xüsusi isimdir və böyük hərflə yazılmalıdır. Yəni əgər siz testdə January sözünü yanvar demək kiçik hərflə yazılan görsəz, bu test səhvdir. Ay və həftə adların hamısı böyük hərflə yazılmalıdır və xüsusi isimdir. Sonra var ingiliscə countable, uncountable, sayıla bilən və sayıla bilməyən isimlər. Countable, sayıla bilən isimlər en artıqla işlənə bilir, cəmlənə bilir və rəqəmlə işlənə bilir. Məsələn, 3 books, 1 book, an umbrella, an apple və yaxud da ki, apples, 1 apple deyə bilirik. Məsəl üçün, sayıla bilən istisna isimlər də var ki, məsələn, bir də sayılmayan isimlər. Bunu deməmişik, o buna keçim, sonra ora qayıdım. Sayıla bilməyən isimlər var. Sayıla bilməyən isimlər isə adı üstündə saymaq olmur. En artıqla işlənə bilməz, cəmlənə bilməz, miqdar sayla işlənə bilməz. Yəni, əgər testdə two advices, an advice görsün, o test nədir? Səhvdir. Çünki advice sayılmayan isim. Sayılmayan isimlərin heç birisi bu qaydalara ola bilməz. Normalda sayılmayan isimlər bəs hansılardır? Maye halında olan isimlər, məsələn, water, su, mücərrəd isimlər, love, yemək adlarıdır, oyun adları, xəstəlik adları, elm adları, fənn adları, bunların hamısı sayılmır. Sadəcə mücərrəd isimlərdən bəzi istisnalar var ki, onlar mücərrəd olsalar da sayıla bilirlər. Bir də pi, yemək, noxud deməkdir. O, yemək adları normalda sayılmazdır, bu sayıla bilir. Ümumiyyətlə, noxuddan balaca olanlar, məsələn, rice noxuddan balacadır, sayılmır. Amma noxud və noxuddan böyük olan bütün ərzaqlar sayıla bilir. Sonra, məsəl üçün, bir də istisnalar var ki, bunlar normalda mücərrəd isimdir, amma sayıla bilirlər. Məsəl üçün, tutam ki, accident, qəza, event, hadisə, achievement, uğur, victory, qələbə və s. Bunlar problem, idea, ave, cloud, wish, desire, decision, hope, dream, storm, voice, wind, life, marriage, report, onion, speech deyilmez. Bunlar normalda mücərrəd isim olsalar da, amma bunlar sayıla və cəmlənə bilirlər. Bunlar istisnadır, əzbərləmək lazımdır. Bir də ki, sayıla bilməyən isimlərdən money, furniture, fruit sözünün özləri sayılmasa da, söhbət bunların növlərindən gedəndə sayılır. Məsələn, money sözü sayılır, amma manat, dollar, rubl sayılır. Furniture, mebel sayılmır, amma kravat, stol, stul bunlar sayılır. Və də fruit, meyvənin özü sayılmır, amma alma, armud bunlar hamısı sayıla bilir. Bir də fənn adları, baxın, nədən söhbət gedir? Əgər normalda fənn kimi gedirsə, okey, sayılmır. Demək istəyirəm ki, riyaziyyat sıxıcı fəndir. Math is boring subject. Amma demək istəyirəm ki, mənim riyaziyyatım güclüdür. Burada o sənin qabiliyyətindən söhbət gedir, fənn kimi getmir. O zaman bunun mathematics sözü, burada mathematics sözü cəmdə verə bilərik. Mathematics are good deyə bilərik. Bir də ki, pul məbləği, çəki, ölçü, zaman, məsafə və s. bildirən isimlər cəmdə olsalar, belə xəbərlər təkdə olur. Məsələn, $500, 500 dollar deməkdir, amma xəbərin iz verməliyik. 30 kilos, 30 kilo, amma xəbərin təkdə veririk və s. Bir də digər qaydalardan keçək. Singular nouns, tək isimlər, and plural nouns, cəm isimlər. Bir saniyə, mən bu qrupu bağlamasam desən, rahat dərs izah eləyə bilməyəcəm. Nə olur, kim nə dərs, nə iş görür? Başa düşmürəm. Qoy görün, bəlkə mənə nəsə problem yazıblar. Group permission. Aha, sonra yeni açacağım. Sadəcə hal-hazırda qoşula bilmirəm. Sadəcə linkə daxil olmağınız lazımdır. Aha. Başqa edəcəyimiz bir şey yoxdur. Bunu görsən və linkə daxil olub qoşula bilirsiniz. Burada hər hansı bir problemli iş yoxdur. Plural nouns cəm isimlərdir. İsmin sonu cəmləndirmək üçün sonuna s və yaxud da es artırmaqla cəmləndiririk. Əgər ismin sonu s hərfi ilə, double es ilə bitirsə, əgər tch, sh, o, x, z bunlarla bitirsə, ona es artırmaqla cəmləndirik. Məsələn, box,
X-lə bitib, ona görə düzəl cəmləndirilə boxes olur. Potato O ilə bitib, ona görə potatoes olur. Nose, noses olur. Aha. Yox, yəni başqa bir hərflə bitərsə eləcə s artır. Məsələn, noses E ilə bitib, E burada yoxdur deyə eləcə s artırdım. Bir də bir digər hərf qaydaları var. Məsələn, Y qaydası. İsmindən əgər Y, yəni Y-dan əvvəlki hərf saitdirsə, o zaman necə s artırıq? Məsələn, boy oğlanlar, boy oğlan, boys oğlanlar. Yox, əgər Y-dan əvvəlki hərf samitdirsə, Y-ni silib yerinə ES yazır. Məsələn, family ailələr, families, family ailə, families ailələr. İsmin sonu f ilə f ilə bitirsə, f-ni silib yerinə vs artırırıq. Leaf yarpaq, leaves yarpaqlar. Knife bıçaq, knives bıçaqlar. İstisnalar da var təbii ki, bunları əzbərləmək lazımdır. Məsələn, roof, believe, chief, safe, handkerchief, muff, cuff, cliff, buff, sheriff. Bunların sonu eləcə s artırıram. Bir də bu 3 dənə söz var ki, scarf, horf, dwarf. Bir də dwarf sözünün cırtdan sözünü yazmamışam, o da var. Hə, yox, yazmışam. Scarf, şarf deməkdir. Bunlar hər iki halda s ilə də cəmlənə bilərəm, s ilə də cəmləndirə bilərəm. Bunlar 4 dənə sözdür ki, bunlar belə ola bilir. Məsələn, scarf desəm də doğrudur, scarf desəm də doğrudur. Hoofs desəm də doğrudur, hoofs desəm də doğrudur. Sonra bəzi sonu o ilə bitən beynəlmiləl isimlər var ki, sadəcə s ilə cəmlənir. Məsələn, radio, radios, piano, pianos, photo, photos, kilo, kilos, zero, zeros, video, videos. Aha. Sonra irregular nouns, qaydasız isimlər. Bunlar nədir? Yəni cəmi kökündən dəyişən isimlərdir. Məsələn, mən kişidir, men kişilərdir. Woman qadındır, women qadınlardır. Foot ayaqdır, feet ayaqlardır. Goose qazdır, geese qazlardır. Ox öküzdür, oxen öküzlərdir və s. Bunları əzbərləmək lazımdır. Çünki başqa bir halda bunlar başa düşülməz. Əgər testdə məsəl üçün o oxes deyə bir test görürsünüz, onu eləməlisiniz, çıxmalısınız. Təkli və cəmi eyni olan isimlər də var. Məsəl üçün sheep, swine, deer, fish. Sheep həm qoyun deməkdir, həm qoyunlar deməkdir. Ona görə də bunlara s və yaxud da ki es artırmamıza ehtiyac yoxdur. Fish, normalda fish sözünü bizə də cəmləndirə bilirik. O da necə müxtəlif növdən söhbət gedərsə. Məsələn, I have fish deyirəmsə, mənim eyni növdən çoxlu balığım var. Hamısı mavi balıqdır. Amma I have fish deyirəmsə, görürsünüz müxtəlif növdən fərqli balıqların var deməkdir. Bircə dənə fish sözü istisnalıq təşkil edir. Amma bu fish deyəndəki əslində imtahana düşməzsə furniture ilə fruit sözü də bura daxildir. Furniture və fruitda da bunların növlərindən danışanda onları cəmləndirə bilirik. Bir də həmişə cəmdə olan isimlər var. Məsəl üçün trousers, şalvarlar, police, polislər, greens, göyərtilər, people, insanlar, cattle, malqara, clergy, məmurlar, poultry, quşçuluq, gentry, zadəganlar, clothes, paltarlar, personal, şəxsi heyət, data, məlumatlar, women, ziyanverici həşəratlar. Bunlar isə həmişə cəmdə olan isimlərdir. Bunların adlarına nəyə görə videoda çəkirəm? Çünki istəyirəm ki, əgər tərcüməsini bilmirsinizsə, özünüz qeyd götürüb öyrənəsiniz. Əgər ismin sonunda double S və yaxud da ki ICS varsa, bu zaman cəmlik halda deyil. Bir də news sözü xəbər deməkdir, təkdədir. Simple nounsdan burada təkrar danışmışam. Bunu bayaq zaten danışmışdım. Buna ehtiyac yox. Sonra keçək isimlə bağlı digər qeydlərə. Deməli, digər qeydlər, nouns. Hocam, burada danışmadığım bir şey varmı? Hə, burada danışmadığım bir qayda var. Ship söhbəti. Şəkilçilərdə aşağılar ship həm şəkilçinin mənası var, həm də shipin gəmi mənası var. Bəs necə fərqləndiririk? Birincisi fərqləndirməyisi əzbərləyə bilərik. Spaceship, starship, desert ship, battleship, steamship, warship, longship, warship, airship. Bunlar hamısı mürəkkəbdir. Qalan shiplə düzələnlər düzəltmədir. Amma bir halda var ki, qayda kimi yadınıza saxlaya bilərsiniz. Məsəl üçün, əgər liqlik deyə tərcümə olunursa düzəltmədir, gəmi deyə tərcümə olunursa mürəkkəb. Məsələn, spaceship, space fəza deməkdir. Fəzalıq deyə bir söz var? Xeyr, yoxdur. Deməli, spaceship nə olur? Olur, fəza gəmisi mürəkkəb isim olur. Amma friendship, dostluq deyə bir söz var deyə, friendship artıq düzəltmə sayılır. Sayıla bilənlər, sayıla bilmənlərdən danışdım. Bu qaydadan danışıb. İki isim yanaşı gələrsə, təyin edici, yəni article və yaxud da ki, quantifiers və s. Bunlar ikinci isimdən asılı olur. Ancaq aralarında söz önü varsa, birinci isim aid olur. An information source. Burada an article information aid deyə, source aid deyə cümlə doğrudur. Amma desəydim ki, a source of information, bu da doğrudur. Nəyə görə? Çünki of-dan əvvələ baxırsan artıq. Article source aid, information aid deyil.
Aha, xüsusi ümumi isimlərdən danışdım. Ay və həftə adlarını burada göz hamısını qeyd eləmişəm. Əgər bilmirsinizsə, bunları qeyd götürərsiniz. Onsuz da video halında göndərəcəm deyə videonu dayandırıb istədiyiniz qədər qeyd götürə bilərsiniz. Və yaxud da ki, burada həftə adları, bunlar hamısı var. Aha, sonra nounla bağlı hansı qaydalar danışacaqdım mən sizə. Nouns, bizə noun. Qoyun, bir dənə nounun qaydası qaldı, genitive case qaydası qaldı. Possessive və yaxud da ki, genitive case. İsmin yəlik halı. İsmin yəlik halı düzəltmək üçün canlı isimləri yəlik halını apostrof s və yaxud da s apostrofla düzəldirik. Bəs nə zaman hansından düzəldirik? Əgər ismin özü təkdədirsə, onda cəmli şəkilçi s yoxdursa, eləcə apostrof s ilə düzəldirik. Məsələn, a boy's book, oğlanın kitabı və three boys books, oğlanların kitabı. Burada artıq boys'un özündə three var deyə cəmlənməlidir. Ona görə də s-ni artırırıq. Two girls pens, iki qızın qələmləri. Mənlə men sözünü s artıra bilmədiyimizə görə bunların hər ikisini apostrof s ilə düzəldirəm. Men's pen, men's pens. Yəni təkil və cəmi eyni olan isimlər olsun, cəmi kökündən dəyişən isimlər olsun. Bunların hər birinin tək halını da, cəm halını da, yəlik halını apostrof s ilə düzəltməliyəm. Çünki onlara s artırmaq olmur. Ona görə də apostrof olmaz. Sonra, yəni məsələn, testdə əgər men's book deyə menə s artılan bir variant görsəniz, buradakı kimi. O test səhv və yaxud da ki, şipə s artılan görsəniz, o test səhvdir. Familiyaların yəlik halını z artiklına düzəldirik və s sonra apostrofla düzəldirik. Çünki familiyalar bütöv bir ailəni bildirir. Bir nəfərə aid deyil. Məsələn, əgər sözün qarşısında z artiklı varsa, böyük hərflə yazılırsa familiya. The Brown's cars, Brownların maşını. The Aliyev's home, Aliyevlərin evi. The Hasanov's home, Hasanovların evi. Amma insan adları təkdə vermə. Tom's book, Tomun kitabı. Murad's pen, Muradın qələmi. Sözün qarşısında Mr., Mrs., Miss, this, that, one, an, much, little, a little varsa yenə də apostrof s verməliyik. That girl's book. Bu qızın kitabı. Mr. Brown's pen. Cənab Brown'un qələmi. Görürsünüz, hamısını apostrof s-lə verirəm. Amma əgər sözün qarşısında z artiklı varsa, birdən böyük rəqəmlər varsa, several, a few, many, these, those varsa, cəmdə verməliyəm. Təbii ki, istisna sözlərə aid deyil, yəni mənə falan aid deyil. Three men deməliyəm, o heç burada problem yoxdur. Amma əgər istisna söz falan yoxdursa, tək ki cəmdə olan isim yoxdursa, həmişə cəmdə olan isim yoxdursa, s sonra apostrof verməliyəm. Three boys book, many students lifestyles, çox şagirdlərin həyat tərzi. Yəlik haldan sonra ya isim ya da sifət üstəgələ isim olmalıdır. Başqa heç nə gələ bilməz. Eləcə sifət gələ bilməz, zərf gələ bilməz, article gələ bilməz, feil gələ bilməz, heç nə gələ bilməz. Məsəl üçün, Tom's interesting book deyə bilirsən, amma Tom's interesting də cümləni saxlasan, bu səhvdir. Sonra, yəlik hal ismi artırılmalıdır. Əvəzliyə və ya başqa nitq hissəsini artırılarsa, bu yəlik hal deyil. Ya izin ya da həzin qısaltma. Yəni, she isdir bu. She apostrof s yəlik hal deyil. She is, he is, who is, what is, this is, that is, here is. Bunlar yəlik hal deyil. Cümlə kimi doğru ola bilərlər, amma yəlik hal deyillər. Və yaxud da ki, let's, bu yəlik hal deyil. Bir də istisna söz var ki, yesterday, today, tonight, night, tomorrow. Məsələn, bunlar zaman zərfidir, amma bunları yəlik hal düzəltmək olur. Today's, tomorrow's meeting deyə bilərəm. Bugünün, sabahın görüşü. Tom's nice friend deməyəm doğrudur, amma Tom's a nice friend deyə bilmərəm. Çünki burada artiklı var. Yəlik haldan sonra heç bir artikl gələ bilməz. Bir də yəlik haldan sonra normalda isim gəlməlidir. Amma əgər yer bildirirsə, isim gəlməyə bilər. Məsəl üçün, at my friends, dostum gildə. Near the chemist, aptek yaxınlığında. At John's, John girdə. To the butcher's, qəssabxanada. At the baker's, çörəkçidə. Bunlar hamısı yer bildirdiyinə görə bunların yəlik halı, bunlardan sonra ismə ehtiyac yoxdur və ad tənə cümlənin sonunda gəlirlər. Amma arasında gəlsə də ismə ehtiyac yoxdur. İsmin sonu s ilə və ya z ilə bitirsə, yəlik halını iki formada düzəldə bilərik. Dixons, s apostrof s da deməyim doğrudur, Dixons apostrof da deməyim də doğrudur. Hər iki halı nədir? Doğrudur. Ətlə bağlanan yəlik hallara gəlsək əgər iki isim ətlə bağlayırıqsa, ismə baxarıq. Məsələn, Tom's and Jane's mağazası da var, mağazası da var. Əgər ana isim sözü təkdədirsə, deyəcək ikinci artırmalıyım. Tom və Jane'in anası. Amma cəmdədirsə, hər ikisini artırmalıyım. Tomun və Jane'in anaları. Eyni qayda etmir. Bir dənə burada he sözü istisnadır ki, he saç deməkdir, hər kəsin ayrı-ayrı saç olur deyə hər kəsi ayrı-ayrı artırıram. Amma hər sözü təkdə yazmalıyım, çünki sayılmayan isimdir.
Tom and Jane's hair sözü tamamilə doğrudur. Bir də testdən çox Topolda gördüyümüz şeylər də bunlar. Apostrof və s apostrofdan sonra bunlar gələrsə yəli kal deyil. Going, fond of, about. Bunlar Topolda gördüyüm şeylərdə hamısını yazmışam. Siz də videonu dayandırıb hamısını qeyd götürüb öyrənərsiniz. Sonra Mr. kişi deməkdir, Mistress qadın deməkdir, evli qadın, Miss subay qadındır, Miss eləcə qadın, yəni evli və ya subay olduğunu bildirmirsinizsə. Ölkələr qadın cinsinə aiddir. Azərbaycan is famous for her oil. It is ilə də verə bilərsiniz, amma her ilə də versəniz problem yoxdur. Günəş kişi cinsinə aiddir, Moon qadın cinsinə aiddir. Bunlar maraqlı məlumatlardır deyə sizlə paylaşıram. Bunlar da hazır yəli kəlaid nümunələrdir. Hamısı doğru nümunələrdir. Bunları da yenə bir danışdım sizin üçün. Deməli, ismin izahı bu qədər. Təbii ki, qısa biz izahlar verdik, amma imtahana sizə bu il imtahanda düşəcək yerlərin hamısının izahını verdim. Ümumiyyətcə, mövzularımızın hər birində sizə imtahana ən çox düşən yerlərin izahını verirəm. Ekstra nələrinsə izahını vermirəm. İmtahanda nələr düşürsə onların izahını verirəm. Özüm də deməyim, müəllimə verilən proqram üzərindən sizə izah verirəm. Əlavə şeylərlə sizi yormaq fikrim yoxdur. İndi kimin sualı varsa, stop sharing. Kimin sualı varsa mənə desin və biz onun izahını verək. Amma xaotik bir şey olmasın deyə ekran paylaşıb təkrar göstərirəm. Baxın, burada ekran paylaşım sonra göstərim. Screen. Deməli, fikir versəniz, burada reaction bölməsində raise hand, əl qaldırmaq işarəsi var və ya lower hand, əl salmaq işarəsi. Əlinizi qaldırın, elə sualınızı verin ki, qarışıqlıq düşməsin. Deyin görüm kimin sualı var? Okay. Kimin sualı var? Arifə xanım əlini qaldırdı. Buyurun Arifə xanım, səsinizi açın və sualınıza cavab verin. Deməli, burada, yəni məsələn, balıq sözünə nümunə olaraq dedik ki, bu həm deməli dedik ki, əgər eyni növdən balıq olarsa təkdə deyirik, amma fərqli növdə olarsa cəmdə deyirik. Və siz belə bir söz işlədiniz ki, bu furniture sözünə də aiddir. Məsələn, furnituredə də fərqli mebellər olarsa, yəni onu cəmlik deyə bilərik. Bəli, amma furniture və fruit sözü sizə imtahanda düşmür. İmtahanda düşən sözü bir dənə balıq sözü ola bilər düşsün, amma düşməyə də bilər. Amma furniture və fruit məsəl ona aid suallar görməmişik. Sadəcə var deyə adını dedim sizə. Biz necə cəmdə təkdə söhbəti deyil. Fish sözü həm balıq deməkdir, həm balıqlar deməkdir. Fish sözü də balıqlar deməkdir. Fish'in özü də balıqlar deməkdir. Bəs hər ikisi də balıqlardırsa fərqi nədir? Fərqi odur ki, əgər eyni növdən balıqlarım varsa, deyirəm ki, I have fish. Amma mənim akvariumda müxtəlif növdən balıqlarım var. Sonra mən deyirəm ki, I have fish. Fərqi budur. Bəli, sağ olun. Siz sağ olun. Okay, başqa kimin sualı var? Harada problemi, çətinliyi var isimlə bağlı verə bilər və ya imtahanla bağlı kimsə sualı varsa verə bilər. Bir də imtahanda bu şəkil üzrə 9-lar üçün nə qədər bal verəcək? 17 bal. 16,10-da neçə bal eləyir də belədir? Bəs dinləmə, mətn, listening. Hesablamasını sizə göstərim də mən. Ən yaxşısı sualınıza cavab vermək üçün. Deməli, mətndən neçə dənə sual var? Tutaq ki, 5 dənə sual var qapalı, böyük mətndən. 5-i vururuq 100-ə, bölürük 30-a. Deməli, 16,6 balda böyük mətn verəcək. 3 dənə balaca mətn isə verəcək 10 bal. Dinləmə isə verəcək 13,3 bal. Qrammatika isə verəcək, deməli, 12 idi də mən bilən. 12 sual idi. 40 bal. Təqribi hesablama budur. Bir də dinləmədə o 4-cü sual var ya, 4,1, 4,2, 4,3, 4,4. Ondan hər biri bizə 0,25 bal verə bilər. Amma ki, əgər onlara bir dənə düzünüz varsa, onlar hesablanmır ümumiyyətcə. Ən azından 3-ünü falan, ikisini düz yazmış olmalısınız. 3-ünü düz yazsanız da yarım bal verir. 0,5 bal kimi bir şey verir. O biraz qarışıq sistemdir. Onu çalışın, hamısını yazmağa çalışmalısınız ki, yaxşı bal alasınız. Ən çox bal verən imtahanda rahat essedir.
Bəs qısa mətnlər, məktub kimi olan mətnlər. Qısa mətnləri mən bilən bayaq dedim, 10 bal verir də. 10 bal versə deməli bir neçə bal verir? Onu bölsək 3-ə, 3,3 bal verir. Əsas orada bal sistemi siz nədirsə rahat 9-da imtahanda yaxşı yazmaq istəyirsinizsə, qrammatikadan daha çox danışıq üzərində yönəlməlisiniz. Məsəl üçün 9-da biz daha çox işləyirik danışıq üzərində, mətn üzərində. Ümumiyyətlə danışıq dərsi keçirəm də mən onlara. Həm İngiliscə danışırlar, həm də imtahandan daha yaxşı nəticə göstərirlər. Növbəti dərslərimizdə bizim olacaq danışığa aid dərslərimiz. Bəli. Müəllimimiz 11-lərdə bal seçimi necədir? Bal sistemi. 11-lərdə uşaqlar açıq tipli suallar 2 nisbətindədir. Məsəl üçün açıq tipli sualın bir dənəsi 2 bala bərabərdir. Tutalım ki, 7 dənə açıq tipli sual var da. 7-ni tutalım ki, sən yazmısan 2 dənə açıq tipli sual. 2-ni vurursunuz 2-yə, eləyir 4 bal. 10 dənə də qapalı sual yazmısan, eləyir 10 bal. 14 bal. 14 bal tapmaq üçün 14-ü vurursunuz 100-ə, bölürsünüz 37-yə. Eləyir 37,8 bal. Bir dənə açıq tipli sual 2 dənə qapalı tipli sualın balına bərabərdir. Suallarınız varsa buyurun. Çünki sualınız yoxsa mən dərsi bitirməli olacağam. Bugünkü mövzumuz sadəcə isim və sualların izahı idi. Sual olmayanlar çıxa bilər. Sağ olun mənim. Sağ olun. Sağ olun mənim. Sağ olun. Sağ olun mənim. Gözəl. Xeyrə Dəfə görüşmək üzrə. İnşallah. Sağ olun, babacı səsli. Sağ olun.